Hər vaxtınız xeyir olsun, gözəl izləyicilərim. Bugün sizlərin qarşısında gözəl bir bağ evi ilənəm. Daha doğrusu, daimi yaşaya biləcəyimiz bir həyət evi ilənəm. Həyət evimiz Mərdəkanda, Ağ ev deyilən ərazidə, onun yaxınlığında yerləşir. Yola yaxın, şəhərə yaxın, dənizə yaxın, bir sözlə hər yerə yaxın. Əsas odur ki, ürəyinizə yaxın olsun, ürəyiniz olsun. Bax, belə bir sizin üçün bağ evi tapmışam. Burada 6 metr uzunluğunda, 3 metr yarım enində, 1,55 dərinliyində hovuzu, bir maşın saxlaya biləcəyiniz və bir maşından sonra məncə kifayət qədər də bir yer qala biləcəyi bir həyəti, bayırda da maşınınızı saxlaya bilərsiniz. Burada kiçik bir yaşıllığı və evi tam ətraflı dövr eləmək mümkündür. Bu həyət də, bax bu tərəf yayı da, qışı da hər zaman kölgəli olur. Evin üzü də qəşəng, bax, daşdan üzərində. Çox qəşəng bir evdir. Ümidvaram ki, xoşunuza gələcək. Kameramız sizə bu tərəfindən də göstərsin. Çox gözəl bir aurası var bu evin. Gəlib gözünüzlə görməlisiniz. Girişində gördünüz qardırobu. Burada evdə ümumilikdə 2 yataq otağı var və zalı var. Ümumilikdə 3 otaqlıdır. Zalını görürsünüz, həyətə baxır və kiçik bir mətbəxi var. Kiçik deyirəm, amma məncə kifayət qədər bəsdir. Xaladelniki var, sobası var, mikrovolnovkası var. Bu nədir? Paltar yuvanı da var. Əla. Like'larınızı gözləyirəm inşallah. Like'larınızı qoyun. Allah olmayanlara nəsib eləsin. Burada da bax, belə bir böyük bir güzgüsü var. Allah olmayanlara nəsib eləsin. Bundan daha gözəlləri like qoyanlar üçün gəlsin. Burada ümumi hamam otağını görürsünüz. Məncə qəşəngdir, valla, əladır. Burada birinci yataq otağı, tam əşyalı, televizoruna kimi qoyulub. Bir dənə öz şəxsi əşyalarınızı götürüb rahatlıqla yaşaya bilərsiniz. Burada da ikinci yataq otağı və evin sonuncu yataq otağı. Evdə ümumilikdə 2 yataq otağı var. 90 kvadratlıq bir evdir. Məncə almağa dəyər. 230 min manat son qiymətdir. Bütün kommunal, son qiymət deyirəm, start qiymətdir. Bütün kommunal xəttləri çəkilib, kupçası var, ipotekaya da yararlıdır. Allah hər birinizə bundan daha gözəl evlər nəsib eləsin inşallah. Özünüzdə müğayət olun, ruzunuz bol olsun. Özünüzə yaxşı baxın. Hələlik.